Sabahınız xeyir olsun, hörmətli Şəhidin TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırıq. Bu günlərim biz Qaradağ rayonunun Rəfətən qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındayıq. Bu günlərim qəhrəman şəhidimiz Quliyev Fərid Vahidoğlu'nun mövlududur. Cənnətdə dəyişməyən mövlududur. Biz Fərid qardaşımızın cənnətdə dəyişməyən mövludunu təbrik edirik. Və Azərbaycan Respublikası Şəhid Əlilləri və Müharibə Veteranları Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından və Şəhidim TV kollektiv adından şəhidimizin cənnətdə dəyişməyən mövludunu təbrik edir və onun valideynlərinə Allahdan səbir dilirik. Allah səbrinizi versin. Belə bir söz var, deyir, şəhidlər ölməz, vətən bölünməz. Ona görə də biz heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Bəli, çox çətindir danışmaq. Həqiqətən də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda öz şirin canlarından keçib şəhidlik zirvəsinə şəhadətə evz olan şəhid qardaşlarımızdan bütün Azərbaycan xalqı borçludur. Biz bir neçə gün bundan öncə də burada Vətanda, Şəhidlər Xiyabanında şəhid qardaşımızın mövludunu çəkmişdik. İndi yenə də Vətanda, Şəhidlər Xiyabanındayıq və mən istərdim elə bu anda sözü Qaradağ rayon Azərbaycan Respublikası Şəhid Əlilləri və Müharibə Veteranları Müdafiəsi İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Yavuz müəllimə söz ederim. Buyurun Yavuz müəllim. Böyle bugün Fərdin anım gününə yığışanları sağ ol deyirəm ki, onları unutmuyorlar, şəhidlərimizi unutmuyorlar. Sentyabr ayı adətən bizim uşaqlarımız üçün məktəbə gedərlər. Elə bir ki, bilik günü qeyd olunardı, hər ayın 15-i. Talih elə gətirdi ki, bugün biz Fəridin anım gününü qeyd edirik. Fərid 23-cü antiterror əməliyyatında şəhadətə qovuşmuşdur. Eləcə də onun kimi igid oğlanlarımız 44 günlük müharibədə şəhidləri antiterror əməliyyat şəhidləri var. Yəni bu günlər bizim üçün elə bir ki, həm fəxr edirik, həm də ən kədərli günümüzdür şəhid valideynləri üçün. Yəni, nə qədər də biz desək ki, biz fəxr edirik, başımız, amma elə bir əsas ata-ana bilir ki, Allah heç kimə göstərməsin. Yəni, heç kim arzulamaz, övlad itirmək nə deməkdir. Amma biz ona fəxr edirik ki, onlar vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verirlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, mən danışa bilmirəm da. Yəni, bundan sonra Allah bizə heç vaxt belə günlər göstərməsin. Təsvir sağ olsun. Yenə təşəkkür edirəm ki, hamı bir gün buradadır, iştirak edir, şəhidlərimiz yaddan çıxmır və Allah hər kəsə ömür versin, can versin ki, illər ötdükcə həmin günləri biz yaddan çıxarmırıq. Həmin günlərdə yenə yığışar, bir yerdən bunları yad. Sağ olun. Necə söz Yavuz müəllim müavinimdir. Buyurun. Birinci növbədə hamını salamlayıram. O ki, Azərbaycan Respublikasının şəhid ailələri və qaziləri, veteranların İctimai Birliyi sədri Tahir Məmmədovun adından sizə salamını çatdırıram. Müəyyən səbəblərdən iştirak edə bilmir. Onlarda da anım günləridir. Ona görə o səbəbdən iştirak edə bilmir. Cavid müəllimə öz təşəkkürümü bildirirəm, xanıma öz təşəkkürümü bildirirəm. O cəmi şəhidlərimizə Allah yerin cənnətlik eləsin, hamımıza Allah səbir versin, hamı başımıza tutsun, onlar bizə şərəf gətirir. Allah onların yerin cənnətlik eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı arzulayıram. Allah səbir versin. Allah rəhmət etsin, Allah şəhidlərimiz, cəmi şəhidlərimizə Allah rəhmət etsin. Allah səbir versin, Allah rəhmət etsin. Şəhidlərimizin məqamını düzəlir. Allah səbir versin.
Allah sağlık versin. Allah tüm şehitlerimize rahmet eylesin. Allah rahmet eylesin. Allah bütün şehitlerimize, gazilerimize de can sağlığı dilerim. Hürmetli Şəhidin TV izləyiciləri, huzurlu sayın biz ilk öncə bildirdik ki, şəhidimizin bugün mövzudu da Kazvayca bugün şəhidimizin anım günü müşahid terror şəhidiymiş. Qisas əməliyyatının bəli 2022-ci ildə törədilmiş qisas əməliyyatının şəhidiymiş. Mən nə deyə bilərdim? Fərid qardaşımızın timsalında Allah təala bütün şəhidlərimizin məkanı cənnət, məqamlarımıza etsin. Şəhidlərimizin servanın məqamları ucadan ucadır. Allah təala o vətən müharibəsində döyüşən hər bir döyüşçünün arzusu olub ki, bu zirvəyə ucala, şəhidlik zirvəsinə ucala. Amma lakin bu Allah tərəfindən yazılmış bir yazıdır ki, bu şəhidlik zirvəsinə kim ucalmalıdır? Bir daha Allah təala doğmalarına, yaxınlarına səbir versin. Amin. Vətən sağ olsun. Şəhidlərimizə salam olsun deyirik. Və anası da qəlbindən keçən sözləri bizim izləyicilərə bildirək. Allah hamınız xoş gəlmisiniz. Şəhid Fərid Quliyevin anasıyam. Mənim oğlum 18 yaşında şəhadətə ucaldı. 8 ayın əskəri olduq. Süst əynəkli qüvvələrdə əskər idi. Kəşfiyyat bölməsində. 22-ci ildə 12-13 döyüşlərində, qisas əməliyyatında Fərid öz şücaəti ilə Kəlbəcər uğrunda döyüşlərdə şəhid oldu. Biz heç onun döyüşə girdiyini bilmirdik. Fərid heç nə demirdi döyüş haqqında. Fərid də heç nə demirdi. Mən oğlumla bir gün fəxr eləyirəm. Fəxr eləyirəm ki, elə oğlun anasıyam. Fərid evin yeganə oğlu. Tək oğlu. Həmişə fəxr eləyirdi ki, xüsus təyinatdır. Bugün də anası, atası, bütün Azərbaycan onunla fəxr eləyir. Fəxr eləyir ki, belə oğlumuz var. Mən bütün şəhidlərimizə Allahdan məqamları uca olsun. Biz onları ölü yox, diri bilirik həmişə. Onlar yaşayırlar, həmişə də yaşayacaqlar. Bir daha şəhidimiz olmasın. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizin məqamı uca olsun. Çalışaq şəhidlərimizi unutmayaq. Şəhid unudulanda ölür. Başqa vaxt heç. Hər birinizə təşəkkür edirəm ki, gəlmişsiniz. Bugün anım günüdür. Bugün bilik günüdür, həm də Fəridin anım günüdür. Bugün artıq 3 ildir ki, Fərid yanımızda yoxdur. Çox çətindir bizim üçün, ana-ata üçün çox çətindir, düzü deyirlər, şəhiddir, məqamı ucadır, bilirik. Şəhidlər ölmür, amma bizim üçün çox çətindir. Evin yeganə oğlunu şəhid vermək. Başınız sağ olsun. Sağ olun. Ümumiyyətlə, mən bir şey deyim ki, ilk öncələr Sovet dövründən belə sentyabr ayı həmişə bilik günü kimi qeyd olunurdu. Amma 2020-ci ildən bəri artıq sentyabr ayı qara sentyabr adlanır. Çünki vətən müharibəsi, özünüz bilirsiniz, 27 sentyabrdan başladı və 2020-ci ildən bəri də hər il sentyabr aylarında qisas əməliyyatıdır, antiterrordur, hamısı sentyabr aylarına tərəfdə verilir. Nəinki vətən müharibəsində, ümumiyyətlə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və Azərbaycanın quruculuğu uğrunda şirin canlarından keçmiş Allah təala bütün şəhidlərimizin məkanı cənnət, məqamlarımızı etsin. Mən heç vaxt istəməzdim ki, bir Şəhidim TV kollektiv olaraq hər zaman bu barədə mübarizə aparmışıq ki, heç bir zaman şəhidlərimizə fərq qoymayaq. Vətənimizin bir adı var, Azərbaycan, şəhidimizin bir adı var, şəhid. Ona görə də fərq etmir. Birinci, ikinci, 20 yanvar, ondan sonra ateşkəs dövründə olan şəhidlərimiz, 1918-ci ildən bəri olan şəhidlərimizin hamısının Allah təala məkanlarını cənnət, məqamlarını uca eləsin. Qazilərimizə Allah təala şəfa versin. Onu da qeyd edim ki, düzdür, şəhidlərimiz şəhadətə ucaldı.
şəhidlik zirvəsinə ucaldı. Qazilərimiz yaralandı, döyüşdən kənar olundu. Amma döyüşü axıra qədər döyüşən müharibə iştirakçılarımız var, veteranlar deyilik. Həmin o veteranlar ki, döyüşün son damlasına qədər döyüşdülər. Və elə burada baxdım ananın işarəsindən ki, Fərid qardaşımızın döyüş yoldaşları buradadır. İstərdi ilə yaxınlaşasınız. Yaxınlaşın qardaşım bir dəqiq. Fərid qardaşımızla bərabər ağır döyüş yolları keçiblər. Mən bax bu oğulları deyirəm ki, məsələn, mənim özüm olum, qazi olmuşam. Müəyyən döyüşdən sonra ordudan təxris olunmuşam. Şəhidimiz şəhidlik zirvəsinə ucalıb, Allah-Taala dərgahına gedib. Amma bu oğullar ki var, döyüşün axır saatlarına qədər Canlı şəhidlər. döyüşürlər. Deyil, şəhidlərin şahidi qazilərdir. Qazilərin də şahidi bu veteranlardır. Ki, döyüş vaxtı istər şəhidləri, istər qaziləri o döyüş zonasından yaralı vəziyyətdəmiş. Şəhid vəziyyətdə çıxardan bu qardaşlardır. Allah-Taala sizlərə də uzun ömür, can sağlığı versin. Allah-Taala ümumiyyətlə hal-hazırda ön cəbhədə və bu soyuq havalarda Azərbaycanın ərazi bütövlüyünü qoruyan ordumuzu qorusun. Başda Müzəffər Ali Başkomandanımız olmaqla Allah-Taala ordumuzu qorusun. Allah-Taala ordumuza güc qüvvət versin. Və bir daha Azərbaycan xalqının Allah-Taala müharibə nəsib eləməsin, bayraqlara bükülüb gəlmiş şəhidlər olmasın, anaların göz yaşları axmasın. Bir daha şəhidlərimizə salam olsun deyirik. Şurası çox şey var, amma adam insan pis təsiri həqiqətən. Yəni, öz qardaşımız, döyüş yoldaşımız, bir yerdə yatdığımız uşaq, çörək yediyimiz uşaq. Əlimizdən gələn böyün edirdi, amma çarəsizlik. İnsan dilinə gətirə bilmir. Yəni, bizim yaşadığımızı özümüz bilə bilərik, bu bilə bilər, mən bilə bilərəm, Fərid bilə bilər. Qıraq heç kim bilə bilməz ki, biz nələr yaşamışıq. Allah səbrinizi versin, qardaşım. Allah səbrinizi versin, Allah sizlərə qoysun, ömür can sağlığı versin. Mən bunu həmişə söyləmişəm ki, ümumiyyətlə şəhid valideynləri bir dəfə olsun o şəhidin nəşini qəbul edir, dəfn edir və şəhidin yasını saxlayır. Amma o döyüş zonasındakı döyüşən oğlanlar ki var, o yaralıları, o şəhidləri qucaqlarında çıxartdıqca həyatından heç vaxt o anlar silinmir. İstər gecə, istər gündüz, hər zaman o qardaşlarımız ki bizim qucaqlarımızda keçinib, onlar hər zaman bizim gözümüzün önündədir və qəlbimizdə də yaşayır. Nə vaxta kimi ki Azərbaycan xalqının belə qeyrətli oğulları, qızları var, kimi ki qanında Azərbaycan qanı axır, Azərbaycanın suverenliyi, azadlığı uğrunda canından keçmiş şəhidlərimiz heç vaxt unudulmuyub, unudulmayacaq və imkan verməyəcək ki də unudular. Çok sağ olun. Size teşekkür ederim. Gelip mücadelelerinizi Sen koy. Bak şunu gözleyebilmirsin, ne gözleyebilmirsin. آمين يا الله بحق محمد وآله الطاهرين وبحرمة سورة مباركة الفاتحة. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وآل محمد. Cəmiyyət şəhidlərimizin də ruhlarını yad edib salavatla أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم والذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويعزهم يعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين
وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل كذبه بآية الله والله لا يهدي القوم الظالمين أنكم أولياء الله من دون الناس وتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين قل إن الموت الذي تفرنا منه وإنه ملككم ثم رددنا إلى عالم الغيب والشهادة وينبئكم بما كنتم تعملون آمنوا إذا نودي للصلاة من يوم الجمعة خير لكم إن كنتم تعلمون لعلكم تفلحون وإذا رأوا تجارة وولوا إليه وتركوكم قائما قل ما عنده خير من اللهو ومن التجارة الرحمن الرحيم İlahi binebiyyin Arabiyyin ve Resulün medeni ve ahihi Esedillahi musammen bi Ali ve bi Zehra ve Tulin ve bi Ümmin velededha Tayhi ve şibleyhi hüma nedle zeki ve bi Seccad ve bil Bagir ve Sadık Hakka ve bi Musa ve Aliyin ve Tagiyyin ve Nagi ve bi zil askeri vel haccetil gaimi bil hak Ellezî yadrubu bis seyfi ve hükmü azeli ve Allah rahmet eylesin sen. Ruhları şad olsun. Allah kabul etsin. Allah Ferdan'dan gelemiş de sabahı. Geldi, bana kapınca. Qaradağ rayonundan bir qəhrəman şəhid Qaradağ rayonundan bir qəhrəman şəhid var. Lökbətanın fəxridir, onunla qürur duyurlar. Şəhid qülevimdir, tarixin dəyişən sayəsində azaddır. Bu gün mənim vətənim, evin yeganə oğlu. İcirlikdən güc aldı, şəhid oldu, döyüşdə zirvələrə ucaldı. Unutmarıq biz səni xalqımın qəhrəmanı. Adın dillər əzbəri, adın gəzir hər yana. Adın dillər əzbəri, adın gəzir hər yana. Muhammedin ve bi alih ve bil Fatiha. Bismillahirrahmanirrahim. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda Qaradağ rayon icra başçısı Şəhidlər Xiyabanına daxil olur. Şəhidimizin anım günü münasibətlə şəhidimizin məzarını ziyarət edir.
Allah rəhmət eləsin bütün şəhidlərə. Fərid qardaşımıza da, babamıza da rəhmət eləsin. Qanları, canları bağışına torpaqlarımıza azad edərlər. Həm qazilərimiz, həm iştirakçılar, həm bizim şəhidlərimiz. Allah hamısını şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. İştirakçılara can sağlığı versin. Allah baş komandanımızı qorusun. Bugün tam sərbəst, müstəqil bir dövlətdir, suveren bir dövlət. Torpaqlarımız qayıdır, şəhid qardaşlarımız versin. Baş sağlığı verirəm valideynlərimə. Allah Azərbaycanımızı qədddən bəladan xilas edəsin. Allah rəhmət eləsin bütün şəhid. Mənim sözüm yoxdur. Dediniz sərsiniz, dediniz. Allah şəhidlərimizə rəhmət eləsin. İlahi amin rahimallahu men qara'al-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Er-Rahman. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratallezîne en'amte aleyhim gayril Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samad. Lem yelid ve lem Allah rəhmət eləsin. Yerləri şərəf. Cənab kollektiv olaraq şəhid ailələrine, qazilərə göstərdiyi diqqət və qayğıya görə sevdikləri təşəkkürümüzü bildiririk. Başta Müzəffər Baş ali komandanımız olmaqla ümumiyyətlə hər zaman Cənab Prezidentimiz hər 10 fərmanından 8-ini şəhid ailələri, qazilər üçün ayırır ki, onlara diqqətlə, qayğıla yanaşasın. Və bugünkü bu gündə biz sizin həqiqətən də şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğının şahidi olduq. Ona görə də bir şəhidin kollektiv olaraq sizə dərin təşəkkürümüzü bildiririk. Allah razı olsun sizlərdən. Şəhidlərimizi heç vaxt unutmayaq, unutturmayaq. Var olasınız. Sağ olun. Siz də sağ olun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.
olsun hər birimizin üzərinə. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə Kərbəla şəhidləri ilə məşhur eləsin. Allah qazilərimizə şəfa inayət eləsin inşallah. Rəhməllahu mən yəqrəbül Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Allah rəhmət eləsin. İnşallah şəhidlərimizi bir dəqiqəlik sükutla yad eləyək. Ruhani Quran qarisi Hacı Fərhad qardaşımız əyləşib. İnşallah sözü veririk ona. İnşallah məclisimizi Quranla zinətləndirsin. Onun da səlamətçiliyinə Peyğəmbər səlavat zikrinə. Euzu billahi mineşşeytanirracim. Kellezî biyedihil mulku ve huve alâ kulli şeyin kadir. Ellezî halakal liyebluvekum eyyâkum وهو الذي خلق سبع سماوات طباقا ما ترى في خلق الرحمن
Əziz və hörmətli Şəhidin TV izləyiciləri, bildiyiniz kimi biz bu günlərin Ləfətən qəsəbəsində qəhrəman şəhidimiz Fərid Quliyevin anıdındaydik. İlk öncə Şəhidlər Xiyabanında olduq və hal-hazırda Qaradaş adlı sarayındayım. Vətənimizin qeyrətli, namuslu oğlu olan Hacı Nizami qardaşımız bugünkü bu şəhidin tədbirin ərsəyə gəlməsində böyük bir zəhmət olmuşdur. Ehsan surəsinin təşkilində Hacı Allah kömək olsun, köməklik göstərmişdir. Və Şəhidin TV kollektiv olaraq biz də Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranların müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından, Şəhidin TV kollektiv adından Hacı Nizamiyə özlərinin təşəkkürümüzü bildirir ki, o hər zaman öz şəhidinə, qazisinə dəyər verir. Və hər zaman şəhid ailələrinin, qazilərin qulluğundadır, xidmətindədir. Allah Hacı qardaşımıza uzun ömür, can sağlığı versin, ruzu bərəkətini bol etsin.